Sen dostum yepyeni bir videoyla bugün yeni bir hesap incelemesiyle karşınızdayıq. Bugün kimin hesabını inceleyirik? Cenabın hesabını inceleyirik. Cenab bu arada TikTok'ta ve YouTube'da yaxşı videolar çıxarır. Eğer onun videolarına baxmaq istəyirsinizsə, çox yaxşı videolar var. Videonun altında açıqlamalarda linkləri olacaq. Bu arada danışa bilmirəm. Nəfəsə qalmışam biraz. Çox danışma, vaxtımız azdır. Tezcə başlayaq. Hesabını incələmək istəyən, satmaq istəyən mənə TikTokdan yaza bilər. Pulsuz şəkildə reklamını eləyə bilərəm. Buraya da belə düzüv. Bu arada baxaq görək neçənci illikdən bəri oynayır oyunu. Bağışda bu arada bilmədən elədim. Düzəldərik. Boya paslardan bəri oynayır. Bilmirəm neçənci boya pasdır. Amma axırıncı boya pası bu boya pasdan başlayıb. Sonra keçək klanına. Klanına baxdıqda isə SA Esports. Görək öz klandımı? Öz klandı. Bu arada gələ bilərsiniz. Ekrana gəldi. Gələ bilərsiniz. Keçək kassaya. Kassaya keçəkdə gördük ki, diri paltarlar 64 dənədir. Belədir hamısı. Yavaş-yavaş gedim ki, yüklənsin. Hesabı normal, çox zəifdir, nə də çox güclüdür. Bu arada sağ olsun ki, hesabını bizə verdi. Güvəndim ha, verdi hesabını. Mənə verdi, hesabını verdi də, sən başa düşmür. Burada tum sağır, bir də belə setimiz var. Bunun adını bilmirəm. Bilirsinizsə yorumlara yazın. Şapkalar keçdiksə, şapkalarda belə qəşəng bir qulaqlı kefqamız var və belə saçlarımız var. Qırmızı saç falan. Aşağıya yavaş-yavaş endikdə biraz donur telefonum. Belə şapkalarımız var. Papaqlarımız var. Bu arada bu boya pasın papağıdır. Yəni çoxlu boya pas açıb. O da diqqətimizi çəkir. Burada isə Naruto Jujutsu anlaşmasında gələn paltar da alıb. Hamısı alıb bu. Bu ücretsiz olan deyib yox, yenə də olmağı yaxşıdır. Aşağı endirikdə burada soyğuncu setin paltarını görürük. Aşağı endikdə köhnə setlərdən yoxdur. Old hesab deyil. Amma yenə də yaxşı hesabdır. Gözlərə keçdiksə isə gözlər belədir. Görək qara göz varmı? Heyf ki qara gözümüz yoxdur. Koftalara keçdikdə isə kassamız hardasa 150 kassaya yaxındır. Və köynəyimiz belə toplu köynək var. Köynəklərimiz belədir. Bu boya pas köynəyidir bu arada. Bunu bilmirəm nə köynəyidir dəqiq. Amma soyğuncu var. Sonra bu zat otomatdan alınan paltardır. Bu elmas mağazasından alınıb. Bu da Sirri küpdən açıq bədənimiz var. Belə koftalar da var. Bu kofta da elə bil boya pasdan götürülübdür. Aşağı endikdə isə kassamız belədir. Yavaş-yavaş aşağı enəm. Baxın. Burada altın otomat, bığırı və EC-dən alınan köynəklər də yer alır. Əgər belə hesab incələmələri sizsə bu videoya yaxşı like atın və mən TikTok səhifəmə keçid edib oradan mənə yaza bilərsiniz. Mən hesabları yan bağla, Facebookla götürəcəm. Yəni mənə ana bağ verməyin. Yəni bu qədər. Təzədən qaldığımız yerdən dıq. Buradan belə də qırmızı parçacıqla alınan koftalardır. Qol açıqlarımız da belədir. Keçək şalvarlara. 190 nə idi? 91 dənə şalvarımız var. Belə şalvarımız var. Qurdun dalı. Belə boya pas şalvarı var. Dondu ya telefon. Sonra belə keçdikdə isə belə şalvarımız var. Bu şalvarı ilk dəfə görürəm. Bilmirəm hardan aldı, amma qəşəngdir. Bu da qəşəngdir. Bunu ham işlədir bu şalvarı. Aşağı endikdə isə qalan da çox bir şey deyil. Amma şalvar da hesabda olsa yaxşıdır. Keçək ayaqqabılara. Ayaqqabılara keçdiksə ayaqqabılarımız belədir. Old göy ayaqqabı olmaz məncə. Çünki lap köhnə hesablarda olur. Keçək ifadələrimiz. İfadələr gəldikdə isə birinci yerdə belə bir ifadə qarşılayır bizi. Boya pas ifadəsi.
İkinci yerdə bir boya pas ifadəsi. Üçüncü yerdə yenə boya pas ifadəsi. Dördüncü yerdə isə taxt ifadəsini qarşılaya biləcək qədər yaxşı olan bir taxt ifadəsinə oxşar bir ifadəmiz var. Bu da elmasla alınıb. Bu arada yuxarıda gördüyünüz üzrə primi 4'dür, 12.000 elmas yatırım. Mənim hesabıma 13.000 elmas yatırım. Mənim hesabım belə deyil. Çox qəşəng hesab yığıbdır. Bunun da yadınızdadır, ürək ifadəsi gəlmişdi, orada gəlmişdi bu ifadədə. Bunu da bildik. Bu da yaxşı ifadədir. Bu isə bilmirəm hardan alıb. Hə, bunları şeydən alıb, mağazadan alınıb. Belə ifadələri var. Axırda da Cristiano Su. Keçdik o da giriş ifadəsinə. Belə bir gəliş ifadəsi var. 2 dənə gəliş ifadəsi var. Bir də belədir. Sizə desəm hansı yaxşıdır? Məncə bu yaxşıdır. Çox qəşəng, aşko kuşkolu qəşəngdir. Keçdikdə pozalar deyə şey yoxdur. Belə. Çantalara gəldikdə isə bu çanta var. Mən bunu yükləmişdim. Niyə gəlməyib? Hə, bu çanta var. Burada belə bir ondan danışamam. Bir dənə də bunun adı nə idi? Paraşüt var. Sonra düşüş şeylərinə gəldikdə isə düşüş arabalarında bir dənə belə gəmimiz var. Çox qəşəng gəmidir. Burada isə belədir qardaşım. Maşınlara gəldikdə çox dəyərli bir şey yoxdur. Maşınlar belədir. Bu qəşəng maşındır. Dənin ücretsiz almışdır. Amma yaxşıdır hesabı, zəif deyil. Profillərə gəldikdə profillər belədir. 155 dənə. Böyük profilə gəldikdə isə belədir. Diğerləri də belədir. 169 100 artırıram dalına. 21 dənə bundan parçacığı var. Belə də hesab. Hesab yaxşıdır. Keçdik silahları. Silahları keçdikdə buradan tümü deyirib. Bir dənə Evos var. 4 səviyyə eləyib. Yaxşı eləyib. AK-yə gəldikdə 6 dənə AK. 4 dənə Scar. 5 dənə Groza. 3 dənə FAMAS. 5 dənə X28. Bir dənə An94. Bir dənə Plazma. 5 dənə AUK. 4 dənə Prifal. Yalı çapqını 3 dənə. G36 4 dənə. Sonra gəldik nişanlara. M14 2 dənə SKS, 1 dənə SVD, 2 dənə ağac katan, 4 dənə AD80, 3 dənə. Gəldik M2 3 dənə, Kort 1 dənə. Gəldik buraya UMP 6 dənə. Qəşəng, MP5 5 dənə, 1 dənə VSS, 4 dənə MP40, P90 3 dənə, Thomas Thompson 2 dənə, Victor 3 dənə, Macon 4 dənə, Bizon 4 dənə. Qəşəng hesab yığıb bu arada. M10 6 dənə, Spas 2 dənə, M18 1 dənə, Mark 7 dənə, 3 dənə. Arada çaşıram. Bu silahın adı yadımdan çıxdı. Dragon 3 dənə, M590 1 dənə, AVM 4 dənə, Kar 98 1 dənə, M8 3 dənə, M2 M24 5 dənə, VSK 94 1 dənə. Deagle 1 dənə var, G18 2 dənə, M18 73 bir dənə, M500 3 dənə, bıçaq 3 dənə. Biraz tez-tez gedirəm, hesab yazı hesaba girə bilər, Uzi 4 dənə. Buraya gəldikdə tavalar 6 dənədir, palalar 13 dənə. Sopalar 8 dənə, qılınc 1 dənə. Bundan da adı yadıma gəlir, yumruğu var, əl əsası olan yumruqdur. Məndə yoxdur heyf ki. Burada bombalara gəldikdə 33 dənə bomba var. Belədir. 18 dənə buzu var. Qəşəng yığıb hesab bu arada. Buraya gəldi, digərlərinə gəldiksə bir dənə 79 M79'dur. Silahlarımız bu qədərdir. Başqa bir şey də qalmadı. Bu videonun da burada sonuna gəlib çatdıq. Sağ olun, salmaq qalın. Hamınızı öpürəm. Goodbye. Bu arada bu videoya 45 like gələ bilsə, ya 30 ya 45. Bir dəfəkinə başqa birinin hesabını incələyəcəm. Sağ olun, salmaq qalın. Hamınızı öpürəm. Goodbye.